ölsə, deməli bir dənə sual verəcəm. Bayaqdan mən sual cavab edir. İndi fikirləş, bu 4 dənə seçim arasından biri mənə denən. Bax, hər gün həyatının son gününə qədər $10.000 kart və pul gəlir. Birinci variant budur. Hər gün $10.000. İkinci variant, bir dəfəlik, bir ödənişlik $100 milyon pul. $100 milyon pulu götürürsən, çıxıb gedirsən. Üçüncü, 10 il keçmişə qayıtmaq. Yəni, indiki halın zamanlaşmağı yox ha. 10 il keçmişə qayıdırsan. Məsələn, 2015-ə. Dördüncü variant da odur ki, ürəyin harda istəsə, görünməz ola bilirsən. Cavabımı özün bilirsən. İkinci variant. Bir dəfəlik $100 milyon. Düz demirəm. Mən 10 il keçmişə qayıtmağı seçərəm. Neyəsən keçmişə qayıdıb? Məsələn, keçmişdə nə var ki belə? Keçmişə qayıtmaq zat. Keçmişə qayıdırsan, evi satırsan, qoyursan bitcoinə, o 100 milyon yox, eyləsən 2 milyard dollar pul eləyirsən onu. Onunla da həyatını çevirə bilir. Hazır bir dəfə $100 milyon seçdə, düz demirəm. 2 milyard dollar nə pisdir? Alam deyir, çox